Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri qısa bir Azərbaycan tarixindən qısa bir hissəni Nadir xan Əfşarın Səfəvilər dövlətində fəaliyyətləri hissəsini sizə izah verməyə çalışacağam. İzaha keçməmişdən öncə onu bildirim ki, bu tərzdə videoların və dərslərin, izahların davamını istəyirsinizsə kanalıma abunə olmağı və dəstək olmağı, bəyənməyi unutmayın. Demək, əziz və dəyərli izləyicilər, Nadir xan Əfşar 1726-cı ildən 1736-cı ilə kimi Səfəvilər dövlətində ordu komandanı, əvvəlcə ordu komandanı olub, sonradan isə sonuncu Səfəvi şahı 3-cü Abbasın vəkili və naibi olaraq Səfəvilər dövlətini idarə eləyib. 26-cı ildən 32-ci ilə qədər 6 il Səfəvi hökmdarı Şah 2-ci Təhmasibin ordu komandanı vəzifəsini icra edib. 32-ci ildən 36-cı ilə kimi isə 3-cü Abbasın naibi vəkili olub və əslində 3-cü Abbas özünüz bilirsiniz də az yaşlı idi, yəni uşaq idi, Səfəvi dövlətini idarə etmək qüdrətində deyildi. 3-cü Abbas formal olaraq hökmdar şah vəzifəsinə taxtına əyləşdirilmişdi. Əslində ölkəni 32-dən 36-ya kimi Nadir vəkil kimi idarə edib. Şah olmayıb, vəkil kimi idarə edib. Şah 3-cü Abbas idi. 26-cı ildə Nadiri ordu komandanı vəzifəsinə Şah 2-ci Təhmasib təyin edir. 26-dan 32-ci ilə kimi 2-ci Təhmasibin ordu komandanı olur. 2-ci Təhmasib niyə Nadir ordu komandanı təyin elədi? Çünki Səfəvilər çətin vəziyyətdə idi. Ölkənin bir hissəsi Əfqanların nəzarətində idi. Bir hissəsi Xəzər sahili vilayətlər Rusiyanın nəzarətində idi. Azərbaycanın qərb torpaqları Osmanlının işğalındaydı. Və 2-ci Təhmasib ölkəni bu işğalçılardan azad eləmək üçün Nadir ordu komandanı təyin elədi. Niyə Nadir? Çünki Nadirin nüfuzu və şöhrəti orduda və insanlar arasında çox böyük idi. Təhmasib bunun nüfuzundan, gücündən, hərbi qüdrətindən istifadə edib ölkəni düşmənlərdən təmizləməyi fikirləşirdi. Nadirin fəaliyyətlərinə baxaq. Birinci məsələ. İlk olaraq ölkə ərazisini Əfqan işğalçılarından xilas edir. Əfqanları ölkədən qovur. Təqribən 18-ci əsrin 20-ci illərin sonunda, yəni təqribən buna il desək biz, 1728-1729-cu illərdə Əfqanları ölkədən qovur. Birinci ölkədən çıxartdığı işğalçılar Əfqanlardır. Əfqanlardan sonra Osmanlı ilə müharibəyə başlayır. 1730-31-ci illərdə apardığı Osmanlı ilə müharibə nəticəsində Həmədan, Kirmanşah, Ərdəbil, Təbrizi geri qaytarır. Amma qəfildən Osmanlı ilə müharibəni dayandırır, müvəqqəti dayandırır. Niyə? Xəbər çatır ki, ona ki, Əfqanlar üsyan qaldırıblar Xorasanda. Məhz o Əfqan üsyanını yatırmaq üçün Osmanlılarla qəfildən müharibəni müvəqqəti dayandırıb, gedir Xorasana üsyan yatırmağa. Bu Xorasana gedəndə, Əfqan üsyanı yatırmaqda olanda Səfəvi hökmdarı 2-ci Təhmasib ölkədə öz nüfuzunu artırmaq üçün Nadirin dayandırdığı müharibəni, yəni Osmanlı ilə dayandırdığı müharibəni təzədən davam elətdirir, təzədən başlayır müharibəyə. Nadir Xorasanda üsyan yatırmağa da olanda 2-ci Təhmasib Osmanlı ilə müharibəni təzədən başladır. Niyə? Çünki istəyirdi ki, 2-ci Təhmasib qalib gəlsin və onun da nüfuzu Nadir kimi ölkədə çox olsun. Nüfuzu artsın. Amma 2-ci Təhmasib Nadirin uğurlarını, Osmanlı üzərində qələbələrini davam elətdirə bilmir. Məğlub olur Osmanlılara, Nadirin geri qaytardığı bəzi əraziləri itirir və Nadirdən xəbərsiz 1732-ci il yanvar ayının 16-sında Kirmanşah müqaviləsi imzalayır. Nə vaxt imzalandı müqavilə? 32-ci ildə, yanvar ayının 16-sında. Hansı dövlətlər arasında? Osmanlı ilə Səfəvilər arasında. Kim imzaladı Kirmanşah müqaviləsini? Şah 2-ci Təhmasib. Nadirin bəs bu müqaviləyə reaksiyası nə idi? Nadir Kirmanşah müqaviləsi ondan xəbərsiz imzalanmışdı deyə, həm də bu müqavilənin şərtləri uyğun deyildi deyə Kirmanşah müqaviləsini tanımırdı, qəbul eləmirdi. Amma sonuçda imzalanmışdı. Bəs Kirmanşah müqaviləsinin şərti nə idi? Şərti şifayə edirəm, özü üçün qulaq asıb dinləyib yazarsınız. Birinci əsas məsələ. Bu müqaviləyə əsasən, Kirmanşah müqaviləsinə əsasən Araz çayı sərhədə çevrilirdi.
Hara çayından şimalda olan torpaqlar Osmanlıların əlində qalırdı. Arazdan cənubda olan torpaqlar isə Səfəvilərdə qalırdı. Kirmanşah müqaviləsinin şərtləri bu idi. Nadir bu müqaviləni qəbul etmədi. Sonra Nadir demək 32-ci ilin yanvar ayının 21-də Rəşd müqaviləsi imzalayır Nadir xan. Nadir xan Əfşar. Rəşd müqaviləsi Səfəvilərlə Rusiya arasındadır. Bu müqaviləni Nadir imzalayır, amma Nadir Səfəvi komandanatda, Səfəvi dövlətin adından imzalayır bu müqaviləni. Ona görə Rəşd müqaviləsi biz deyirik ki, Səfəvilərlə Rusiya arasında imzalanıb. Şərtləri nə idi bəs? Şərtləri yenə şifahidə edirəm sizə. 1. Kür çayından cənubda olan Xəzərsaili vilayətləri Rusiya Səfəvilərə qaytardı. Bu şərtlə ki, Səfəvilər bu ərazilərə Osmanlılara buraxmamalı idi. Birinci məsələ. 2. Səfəvi ərazisində Rus tacirlərinə, Rusiya ərazisində isə Səfəvi tacirlərinə imtiyazlar, gömürüsü ticarət hüququ verildi. İkinci şərt buydu. Hətta Rus tacirləri Səfəvi ərazisindən istifadə edib Hindistana sərbəst şəkildə gedə bilərdilər. Bu müqavilədə həmçinin əbədi dost olacaqlarına dair maddə də var idi. Bu əbədi dostluğa söz verirdilər. Müqavilənin şərtlərindən biri də bu idi. Rəşd müqaviləsinin şərtləri bu idi. Uşaqlara bəzən deyirəm ki, Rəşd müqaviləsinin bu hərfi ilə yadda saxlayın ki, bu müqavilə Rusiya ilə imzalanıb da, Səfəvi Rusiya müqaviləsidir. 21 yanvar 1732-ci il Kirmanşah müqaviləsindən 5 gün sonra 21 yanvarda Kirmanşah müqaviləsi 16 yanvardır, Rəşd müqaviləsi 21 yanvardır. Kirmanşah müqaviləsini Nadir qəbul eləməyib, çünki onu təhmasib Nadirdən məsləhətləşmədən imzalamışdı. Osmanlılarla indi o müqavilə, amma Rəşd müqaviləsini Nadir özü imzalayıb Rusiya ilə. Bundan sonra Nadir 1732-ci ilin avqustunda ikinci təhmasibə hakimiyyətdən devirir. Məncə bunun səbəbi elə Kirmanşah müqaviləsidir. İcazəsiz və məsləhətsiz o müqaviləni imzaladığı üçün. Artıq ikinci təhmasib Nadirlə məsləhətləşmək istəmirdi. Nadiri saymırdı, belə deyək. Ona görə Nadir bunu hakimiyyətdən devirdi. Və hakimiyyətə 3-cü Abbası gətirir. Səfəvilərin son hökmdarı. Hakimiyyətdə olub 1732-dən 36-ya qədər. Əslində bu uşaq idi, ölkəni idarə etmək gücündə deyildi. Nadir 3-cü Abbası formal olaraq hakimiyyətə gətirildi və özünü onun vəkili, naibi təyin edir və əslində bütün Səfəvi idarəçiliyini öz əlinə keçirir. Bunu da bildik. Digər məsələ. 1733-cü ildə Bağdad döyüşü baş verir. Bağdad döyüşü demək kimlər arasında baş verir? Osmanlı ilə baş verir. Və Bağdad döyüşündə Nadir Osmanlı məğlub edir. Osmanlının Bağdad hakimini, Osmanlı dövlətinin təyin etdiyi Bağdad hakimini məğlub edir. Və bu döyüşdən sonra Osmanlı ilə Bağdad müqaviləsi imzalanır. Bağdad müqaviləsi. Səfəvilərlə Osmanlılar arasında. Nadir bunu imzalayır. Bağdad müqaviləsinin bir dənə vacib şərti var. Osmanlılar son 10 ildə işğal etdiyi Səfəvi torpaqlarını geri qaytarmalıydılar. Şərti buydu. Amma Osmanlı sultanı Sultan Mahmud Bağdad müqaviləsini qəbul etmir. Necə ki Nadir Kirmanşaha qəbul etmirdi, Osmanlı sultanı 1-ci Mahmud da Bağdad müqaviləsinin şərtlərini qəbul eləmir. Davam edirik. 1734-cü ildə Nadir Şamaxıya hücum eləyir. Şamaxı şəhərini dağıdır. Şamaxıda bilirsiniz yarım müstəqil xanlıq var idi. İstanbul müqaviləsi var idi ya 1724-cü ildə. 1724-də Şamaxıda həmin müqavilənin, İstanbul müqaviləsinin şərtlərinə əsasən yarım müstəqil xanlıq yaradılmışdı. Nadir həmin xanlığı mərkəzi olan Şamaxını tutur. Həmin Şamaxıda olan yarım müstəqil xanlığın xanı olan Surxay xan qaçır Dağıstana. Nadir Şamaxını dağıdıb burada Yeni Şamaxı şəhərini saldırır, Ağsu şəhərini saldırır. Şamaxıya hücum səbəbi nə idi Nadirin? 1. Buranın Osmanlı himayəsində olması. 2. Surxay xanın müstəqil hərəkətləri və Nadiri saymaması Nadirin Şamaxıya hücum etməsinə səbəb oldu. Və Nadir Şamaxı şəhərini dağıdıb burada Yeni Şamaxını, Ağsu şəhərini saldırıb əhalini köçürtdü bura. 1734-cü il. Davam edirik. 1735-ci ilin mart ayı Gəncə müqaviləsi imzalandı. Hansı dövlətlər arasında? Rusiya ilə Səfəvilər arasında. Və Gəncə müqaviləsinə əsasən Ruslar tamamilə Azərbaycanın Xəzərsaili vilayətlərindən qovuldular, çıxarıldılar. Nə idi müqavilənin şərti? 1. Ruslar bütün Xəzərsaili vilayətləri tərk edirdilər. 2.
müqavilənin şərtinə əsasən Rus tacirlərinə Səfəvilər arasında imtiyazlar və güzəştlər verilirdi. Məhz bu şərt Rəşd müqaviləsi ilə oxşar şərtdir. Amma Rəşd müqaviləsindən fərqi bu idi ki, Gəncə müqaviləsinin Ruslar tamamilə Xəzər Salib vilayətləri tərk edirdilər və nəticədə Nadir Rusların qovulmasına nail olurdu bu müqavilə ilə. Sual düşər ki, Nadir xan Əfşar hansı hadisə ilə Rusiyanı tamamilə Azərbaycandan çıxartdı? Cavab Gəncə müqaviləsi ilə. Bunu da bildik. İkinci işğalçı da artıq qovuldu. İlk qovulan işğalçı Əfqanlar idi. İkinci qovulan işğalçı isə Ruslar oldu. Qaldı bir dənə işğalçı Osmanlı. Rusiyanı tamamilə Azərbaycandan çıxardandan sonra Nadir Osmanlı ilə mübarizəyə başlayır. 1735-ci ilin sonunda belə bir dənə döyüş olur. Üç məzdin və yaxud da üç kilsə döyüşü. Həmin döyüşdə Nadir Osmanlı məğlub edir. Səfəvilər qalib gəldilər həmin döyüşdə. Məhz bu döyüş nəticəsində Osmanlılar da tamamilə Azərbaycandan qovulub çıxarılırlar. Sual düşər ki, Nadir hansı hadisə ilə Osmanlını Azərbaycandan qovub çıxartdı? Tamamilə çıxartdı üç kilsə döyüşü ilə. Və bütün ölkə ərazisindən bununla da düşmənlər çıxarıldılar və ölkə tamamilə təmizləndi. Bu hadisələrdən sonra Nadir artıq ölkəni işğalçılardan təmizləyəndən sonra 1736-cı ildə Muğanda Suqovuşan kəndində qurultay keçirilir. Bu qurultaya Muğan qurultayı da deyirlər, Suqovuşan qurultayı da deyirlər. Həmin qurultay nəticəsində, həmin qurultayda Nadir özünü şah elan edir 36-cı ildə. Nadirin özünü şah elan etməsi ilə Səfəvilər dövləti süqut eləyir və yerində Əfşar imperiyası yaranır. Bununla da Səfəvi imperiyasının tarixi bitir və Əfşar imperiyasının dövrü başlayır. Əziz və dəyərli izləyicilərim, inanıram ki, bu izah sizə bu bölməni, bu hissəni öyrənməkdə yardımcı olacaq, faydalı olacaq. Diqqətinizə görə minnətdaram. Sağ olun, salamat olun.